Bugün sorğu sualda aktiv iştirak edəcək müəllimlər dərs izahından sonra xahiş edirəm, indidən yəni kimlər iştirak edəcəksə əl işarəsidir birazdan, yəni mən deyəndə, çünki vaxt itirməyək, zəhmət olmasa. Ümumi, yəni indiyənə kimi artıq bugün bizim üçüncü həftəmizdir də, bəli, üçüncü həftəmizin ödənişsiz dərsidir. Ona görə də əvvəlki mövzulardan, yəni sorğu sual edəcək. Ekran hər kəsdə rahat gəldiyinə görə artıq mən dərs izahına başlaya bilərəm. Xahiş edirəm səsləri bağlayaq müəllimlər. Səslər hər kəsdə bağlı olsun, bircə mənim mikrofonum açıq qalsın, çox xahiş edirəm. Çünki qayda baxanda özünüz də görəcəksiniz ki, səslər qarışıq echo verməsin, yəni. Xahiş edirəm, diqqətli olaq. Aha. Deməli, müəllimlər, bugün uşaq tərbiyəsində əks əlaqə nədir? Əks əlaqə deyərkən biz deməli doğru düzgün əks əlaqə. İlk öncə bunu qeyd edeyim ki, artıq diaqnostikada da daha çox yer almış bir mövzulardan biridir. Həmçinin də miqdə, həmçinin bu il miqdə də yəni müəllimin refleksiv yanaşması və təbii ki də müəllimin belə deyək rəy vermə bacarığı, düzgün konstruktiv, destruktiv rəy vermə yöntəmləri, yəni miqdə düşmüşdü təbii ki. Və yeni belə deyədim 2024-də yəni çərçivəmizə əlavə olunan mövzulardan biridir. Ona görə də bizim bu mövzunu öyrənməkdə, bugün tədris etməkdə məqsədimiz nədir? Demək olar ki, situasiyaların başında gələn əsas bir mövzudur ki, bu situasiyalarda çox-çox vacibdir ki, müxtəlif situasiyalarda. Məsələn, indi mən diqqətlə baxın, indi PDF-də indi mən bir-bir qeyd eləyəcəm əsas yerlərini ki, məsələn, biz bugün uşaqların təlim tərbiyəsində biz rəğbətləndirmə nədir? Mükafatlandırma müəllimlər. İstər mükafatlandırma, istərsə də cəzalandırmadan istifadənin hansı hallara, yəni təbii ki, mənfi hallarla nəticələndiyini bilirik. Yəni burada biz mükafatlandırma və cəzalandırma yerinə gəlin bugün düzgün tərbiyədə əks əlaqə qurmağı daha səmərəli bir metod olduğunu qeyd edək. Nəyə görə? Çünki uşaq tərbiyəsində cəzalandırmanın və yaxud da yersiz yerə mükafatlandırma istifadə edilərkən uşaqda bir növ situasiya formalaşır. Yəni fikir formalaşır ki, yəni yanlış davranış törədərəm, nəyisə səhv edərəm, yerli yersiz hərəkətlər edərəm və mən cəzalandırılaram. Aydındırmı? Ona görə də yanlış davranış etməkdən imtina edir ki, məhz cəza var, onu cəza gözləyir. Müsbət davranışı daha çox köklənir ki, sonda mükafat alacam. Aydındırmı? Yəni bunu əslində məqsədli olaraq etmir. Nəyə görə məqsədli olaraq etmir? Məqsədli olaraq edilən belə deyək, hərəkətlər bugün bizim doğru düzgün tərbiyəçi və uşaq arasında qurulan əks əlaqəmizdə daha çox önəm kəsb edir ki, məhz burada nəticələr analiz edilir və doğru da təbii ki, qiymətləndirilir. Amma burada məsəl üçün davranışın nəticələri analiz edilmir. Nəyə görə? Çünki deyirəm ki, uşaq yanlış davranışdan cəzalandırılacaq deyə imtina edir. Müsbət davranışı isə mükafat alacaq deyə icra edir. Aydındırmı? Səhvi edərəm, cəza gözləyir, amma doğru düzgün məsəl üçün hərəkət edəcəm deyə, çünki onun mənim sonuçda mükafatım gözlənir. Nəsə, yəni mən mükafatlandırılacam, nəsə tərtib olunacaq falan, yəni bu mənada. Ona görə də davranışın niyə yaxşı və ya da pis olduğu uşaq tərəfindən dərk edilmir. Uşaq bilmir ki, burada hansı, nəyi pis etdi, nəyi yaxşı etdi, yəni nüans olaraq. Ona görə də yanlış və ya da icra edilməyən davranışa görə uşağa cəza vermək, uşaqda bir sıra mənfi emosiyaların yaranmasına gətirib çıxarır. Yəni uşağın yaddaşında bir növ mənfi psixoloji izlər qoyur. Psixoloji izdə ki, uşağın artıq beynində o qalır. Yəni bu cəzalar artıq uşağın şəxsiyyətinin alçaldılması ilə nəticələnir gələcəkdə. Məsələn, gəlin belə bir burada da PDF-də də qeyd etmişik. Məsələn, bura indi dərsdən sonra inşallah bu PDF-ni də ətraflı göndərəcəm ki, burada qeyd eləmişəm. Uşaq bugün ev tapşırıqlarını icra etmirsə, kiçik məktəb yaşı dövründə təbii ki, ev tapşırıqlarını icra etməyən
uşağa, məsəl üçün cəza alırsa, sən bugün ev tapşırığını eləməmisən, yəni məsuliyyətsiz davranmısan, ona görə səni məsəl üçün mən mükafatlandırma vermirəm, təqdirə layiq elan etmirəm və əgər ev tapşırıqlarını icra edən uşaq bu prosesi artıq sevməməyə başlayır. Çünki prosesə qarşı uşaqda neqativ bir münasibət formalaşır. Ona görə də biz uşağı müsbət davranışa və fəaliyyətə görə davamlı mükafat veririksə, artıq bu uşağı gördükləri işin fəaliyyətin doğru olacağı, yəni doğru olduğunda deyil, gəlirli olduğuna inandırır. Çünki uşaq düşünür ki, məqsədsiz olur da, düşünür ki, məsəl üçün, mən uşağı sırf mükafat xatirinə mən bugün bu tapşırığı icra edeyim ki, sonda mən nəsə tərtiflənəcəm, yəni aydındır mı? Amma onun məqsədini dərk etmir ki, bugün uşaq məsəl üçün öz şəxsi sosial məsuliyyət səriştəsi olaraq inkişaf etməlidir ki, məsələn, mən ev tapşırıqlarımı həll edirəmsə, məsələn deyirəm, deməli, artıq sabahın sistemli dərsinə mən hazır olmuş olacam. Yəni, məqsədli, sonda nəticə olmalıdır, yəni burada. Sırf nəyəsə xatir yox, yəni. Məsəl üçün, burada valideyn deyir ki, tapşırığını, dərslərini vaxtında eləsən, sən istədiyin, məsəl üçün, şirniyyat alacam, nə bilim, istədiyin oyuncağı və yaxud da nə istəyirsən, hara istəyirsən səni aparacam, gəzdirəcəm. Və yaxud da, yəni, bu kimi mükafatlar biz uşaqlara, deməli, belə deyək də, qabaqcadan söz veririk və burada da diqqətimiz artıq öyrənmə prosesinə köklənmir. Çünki mükafata görə icra etməyə yönəlir və bu da təbii ki, öyrənmə imkanlarımızı yenə də məhdudlaşdırır uşaqlara. Əgər biz uşaqlara müsbət davranışa görə mükafat vermək istəyiriksə, daha çox iki qaydaya diqqət eləməliyik. Burada daha çox əks əlaqədən, doğru düzgün əks əlaqədən istifadə etməliyik. Məsələn, əks əlaqə deyəndə bugün əks əlaqə nədir? Bax, bu tərifə necə cavab verməliyik? Əks əlaqə deməli, bir davranış ətrafında, o davranışın nəticəsi haqqında bizim, belə deyək, ətrafdakı insanlarla ətrafdakı insanlardan bizim gördüyümüz davranışın nəticəsini analiz edirlər. Düzdürmü? Həmin insanların, belə deyək də, bizim davranışın nəticəsini, yəni hansı ki biz onlardan o məlumatı alırıq, konkret deyim ki, bizim davranışımızın, bizim fəaliyyətimizin nəticələrini bugün insanlar analiz edərək bizə məlumat verirlər. Həmin o ötürülən məlumat da, yəni ətrafdakıların bizə ötürdüyü məlumat adlanır əks əlaqə. Çünki, yəni hansı ki o davranışın, fəaliyyətin nəticəsinin, yəni verilən məlumatı uşaq özü əldə etməlidir. Çünki doğru düzgün bugün qurulan əks əlaqəni uşaq özü əldə etməlidir. Çünki sonuçda həmin davranışı da göstərən uşaqdır, həmin o fəaliyyəti də, hərəkəti də yerinə getirən, icra edən uşaqdır. Ona görə də məhz uşaq özü dərk edib öz nəticəsini də dəyərləndirməyi bacarmalıdır. Məsəl üçün, necə dəyərləndirib bacarmalıdır? Uşaq bugün ən azından tutalım ki, öz şəxsi yataq otağını sərgiyə salarkən, yəni və yaxud da yəni indi özünə qarşı, özünə xidmət bacarığı yerinə yetirərkən tutalım ki, yəni bilməlidir, dərk etməlidir ki, mən bugün ən azından paltarlarımı sərgiyə salıram, yatağımı yığışdırıramsa, bu halın ona rahatlıq verəcəyini, uşaq fərqinə varmalıdır. Çünki burada uşağın əldə etdiyi, düşünərək, qavrayaraq, dərk edərək əldə etdiyi əks əlaqə uşağı daha da müstəqilliyə ruhlandırır. Uşağın özünə qarşı daha da inamlı olmasına şərait yaradır. Amma bəzən burada artıq uşağın özünü əks əlaqəni anlaması və dərk etməsidir. Və bəzən də uşağa əks əlaqəni artıq ətrafdakı insanlar verir. Çünki uşaq, məsələn, yenə də deyirəm, ən azından öz yatağını səliqəyə salanda, yəni özünə qarşı bir baxım nümayiş etdirəndə, səliqə-səhman, siz ona ətrafdan valideyn olaraq afərin desəniz və yaxud da elə qrup otağını səliqəyə salanda, müəssisədə tərbiyəçi, müəllim ona afərin desə, bu mükafata əsaslanan əks əlaqə olacaqdır. Burada da qeyd eləmişəm, mükafata əsaslanan əks əlaqə. Yəni, burada məsələn, uşağın otağını sərgiyə salması davranışı nə işə yaradığı haqqında danışsam artıq, məsəl üçün deyirəm ki, sən axtardığın kitabı rahat tapa bilirsən. Ona görə də sən vaxtında axşamdan çantanı daha tez hazırlasan və yəni daha tədbirli ehtiyatını axşamdan bilsən,
səhər dərsə gecikmərsən və yaxud da səhər hansısa vəsaitin, kitabın, dəftərin yerini tapmaqda çətinlik çəkmərsən. Aydındırmı? Məsələn, bax, mənim bu, tutalım ki, bu cümləni mənim uşağa verməyim, mənim ona düzgün, doğru əks əlaqə yəni, aydındırmı? Yəni, burada həm uşağı bir növ motivasiyaya həvəsləndirən, mükafatlandırən əks əlaqə var, həm də uşağın görəcəyi, edəcəyi, icra edəcəyi hərəkətin, davranışın analizini vermiş oluram, aydındırmı? Yaxşı, gəlin bugün baxaq görək bizim qurulan, doğru düzgün verilmiş əks əlaqə neçə növdə verilir biz bu əks əlaqəni. Əks əlaqə əsas konstruktiv və destruktiv, bir də bəzən də ego yönümlü əks əlaqə olur. Yəni bu üçünü daha dəqiq bilək. Konstruktiv, destruktiv, ego yönümlü. Konstruktiv əks əlaqə nədir müəllimlər? Konstruktiv əks əlaqə burada uşağa daha belə deyək də dəstəkləyici bir əlaqədir. Uşağa müsbət gözlənti verirsiniz. Aydındırmı? Müsbət bir rəy verirsiniz uşağa. Çünki uşağa əvvəlcədən onun güclü, müsbət tərəfləri haqqında, nəticələri haqqında məlumat verirsiniz. Daha sonra artıq onda hansı zəif cəhətləri müşahidə etmisinizsə və yaxud da icra etdiyi fəaliyyətdə hansısa yanlışlıqları, səhvlikləri görmüsünüzsə, onun aradan qaldırılması yolları haqqında uşağa informasiya verə bilərsiniz ki, məsəl üçün, bu dəfə yaxşısan, afərin, amma gələn dəfə daha da öz üzərində çalış. Yəni, bu kimi tipli məlumat, informasiya ötürərək uşağı görün nə qədər motivə etmiş olursunuz, ruhlandırırsınız, uşağı müsbətə kökləmiş olursunuz. Və bir də əsas məsələ rəylərin deməli spesifikliyini mən qeyd eləmək istəyirəm ki, rəy mütləq gələcəyə yönəlik olmalıdır. Rəy keçmişdə olmamalıdır. Harada keçmişdə gördünüzsə, o rəy düzgün rəy deyil. Ona görə də rəyin bugün istər konstruktiv, istər destruktiv rəy fərqi yoxdur. Hər bir rəyin özünün spesifik xüsusiyyəti olmalıdır. Aydın, məqsədli olmalıdır. Əsas da indiki zamanda olmalıdır. Bir də gələcəyə yönəlik formada verməlisiniz ki, məsəl üçün gözləntiniz nədir? Aydındırmı? Yəni, məsəl üçün, bugün bunu işi icra edirsənsə, sabah təbii ki, daha da yaxşı çalışa bilərsən. Sabah daha da inkişaf edə bilərsən. Çünki konstruktiv rəy uşağı inkişafa aparan bir rəydir. Aydındırmı? Uşağın daha çox şəxsiyyətinin formalaşmasında aparıcı rəydən biridir konstruktiv rəy. Məsələn, sənin xarici dil biliklərin yaxşıdır. Əgər digər fənlərdən də daha çox çalışıb özünü inkişaf etdirib ümumiləşdirsən, gələcəkdə ali məktəbə daxil ola bilərsən. Yəni, bax bu. Deməli, bizdə baxın, deməli, ümumiyyətlə konstruktiv, burada axırda məsəl üçün cədvəli vermişəm burada müəllimlər. Məsələn, destruktiv nədir, konstruktiv nədir, bir-birindən fərqinə baxacağıq. Hələ ki, keçirəm destruktiv rəyə. Destruktiv rəydə artıq konstruktivdən fərqli olaraq nədir? Onun əksidir də mənfi rəydir. Çünki destruktiv rəy uşağı özünü inkişafdan çox uşağın özünə qapanıqlığına gətirib çıxarır. Uşağı, məsəl üçün, konstruktivdə motivasiya verirsinizsə, ruh verirsinizsə, müsbətə köklənirsinizsə, artıq destruktiv, adından gördüyü kimi destruktiv, destroy sözüdür, sözün kökü. Destroy ingiliscədən tərcümədə dağıtmaq mənasını gətirib çıxarır. Destruktiv dağıdıcıdır. Konstruktiv, konstruktor. Elə bir ki, sözün kökü necə ki, quraşdırma fəaliyyəti, konstruktor, qururam, yaradıram, fikirlərəm, quraşdırıram. Destruktiv də onu dağıdıb sökürəm də, vurub bütün əməyi elə bir ki, zəhməti hədər edirəm. Destruktiv də dağıdıcı bir rəydir. Siz bugün, məsəl üçün, destruktiv rəy verərək uşaqlarda nəyi, məsəl üçün, formalaşdıra bilərsiniz? Uşaqlarda qapalı düşüncə tərzi, uşaqlarda deməli, bacarıqların inkişafını dəstəkləməyəcək, yəni, çünki uşaq özünə inamı azaldacaq, hörməti azalacaq, uşaq növbəti addımlar atmağa artıq motivasiyadan düşmüş olacaq, uşağın zəif tərəfləri daha çox büruzə verəcək, uşaq özünü müdafiəyə təhrik olunacaq, özünü müdafiə nədir? Uşaq artıq çarəsiz bir vəziyyətdə qalır, bilmir ki, özünü müdafiə eləsin, etdiyi davranışı və yaxud da gördüyü işin belə deyək də fərqinə mi varsın? Yəni, bir növ uşaqda mühakimə olunmaq hissləri yaradacaq. Sanki, yəni, sən bunu edə bilməzsənmiş kimi, bu səndə heç vaxt alınmayacaqmış kimi rəyi gətirib çıxardacaq. Bu da olur, yəni, destruktiv rəy.
Yaxşı. Bəs ego yönümlü rəy nədir? Bugün ego yönümlü rəy deyərkən biz elə heç ego yönümlü rəyin tutalım ki, heç mənasını bilmirik, oxumamışıq, qəbulda da gəlib situasiya şəklində rastımıza çıxıb. Ego sözü nə deməkdir? Ego bizə çox tanış bir sözdür. Egosentrizm, Piaget'in egosentrizmi uşağın mən mərkəzi, uşağın belə deyək də özünü mərkəzləşmiş bir mövqedə görməsi, hər şey sanki uşağın özünü hakim, lider mövqedə görməsidir ki, yəni bu da gətirir təbii ki, uşaqlar arasında rəqabət mühitinin formalaşmasına gətirib çıxarır. İndi məsələn, bugün ego yönümlü rəyi biz verərkən, deməli, məsəl üçün biz burada ego yönümlü rəyi açar söz olaraq uşaqları müəssisədə bir-biri ilə müqayisə edir. Yəni, mən harada müqayisə etmə sözü görürəmsə, harada uşaqları bir-birindən ayrı seçkili kimi desək, yəni fərqləndirirəmsə, müqayisələr aparıramsa, deməli, mən burada ego yönümlü rəy formalaşdırmış oluram. Ona görə ki, çünki uşaqlar ego yönümlü rəyini uşaqlar arasında daha da rəqabət mühitini artırmış olur. Çünki bu zaman uşaq başqalarından daha da yaxşı olmağa çalışır. Sanki üstünlüyür. Bir-birinin yəni hakim bir mövqeyə çevirir ki, yox, mən səndən də daha da yaxşıyam. Yox, mən səndən də güclüyəm. Mən səndən də daha yaxşı dərk edirəm. Səndən də potensialıyam, səndən də aktivəm, səndən də çox bilirəm, savadlıyam. Yəni bu mənim başqalarından daha yaxşıyam. Bugün mən mərkəzçiliyi özünü daha çox ego yönümlü rəydə formalaşır. Biri deyir, mən daha yaxşıyam, biri də deyir, onda mən faydasızam ki, mən heç nəyə yaramıram. Yəni ego yönümdə əslində nə qədər uşağın düz deyə aktivliyini, uşağın belə deyək də özünü hakim liderlik bacarıqlarının üzə çıxarılması kimi daha mən özünü hər şeyin başında, mərkəzində görməsi kimi götürülmə bir tərəfdən müsbət kimi görülsə də inanın ki, əslində elə destruktiv kimi mənfiyə gətirib çıxardır. Çünki uşaqlar arasında rəqabət əslində düzgün deyil. Çünki biz doğru düzgün əgər yanaşma bugün düzgün əks əlaqə qururuqsa mənimlə, biz mütləq burada konstruktivə köklənməliyik. Yəni bir mənalı olaraq uşaqların ümumi inkişafında, uşaqların həqiqətən də gələcəyə doğru inamla addımlamasında biz bugün konstruktiv rəy bacarıqlarımızdan istifadə etməliyik. Çünki uşaq məsəl üçün egosunu daha da artırır burada və burada da uşağın egosunu artıracaq xüsusiyyətlərə, məsələn, orada uşaqların daha da öyrənməyə davam etməsini, uşağın inkişafına doğru getməsində bu potensiallardan uşağın zərər verir. Çünki biri üstündür, biri aşağıda. Artıq o biri uşaqlarda demotivasyon formalaşır. O biri uşaqlar həvəsdən artıq düşürlər ki, sanki elə müəllimə elə bir ki, bu qədər uşağın içərisində daha çox, məsəl üçün, filan uşağın. Görürsünüz, yəni seçim var burada, yəni burada müqayisə var. Yəni bu ona görə də ego yönümlünün biz demək olar ki, çox az hallarda rast gəlmiş oluruq. Yenə də deyirəm, yəni uşaqlar arasında biz rəqabətə köklənməməliyik. Çünki biz ego yönümlü rəyin əvəzinə bugün uşaqlara görəcəyi fəaliyyətlərdən bağlı daha da dəstəkləyici bir əks əlaqə verəriksə, uşağın bir növ səmərəliliyini artırarıq həmin fəaliyyətə qarşı. Çünki uşaq səmərəli formada artıq nəyi necə icra edə biləcəyini öyrənir. Uşaq özünə qapanmır, uşaq özünü itirmir, artıq bilmir ki, neynəsin də. Yəni, ego yönümlüdə bir növ elə bir hallara baş verir çünki. Amma konkret köklənsən, konkret uşağa müsbət yönümlü rəy versən, görün uşağın necə, yəni inkişafı özü ardınca gələcəkdə, yəni. Ona görə də biz, məsəl üçün deyək ki, bugün afərin, həqiqətən məsələn bu tapşırığı doğru icra etmirsən. Yəni bu nəyi göstərir? Sənin mövzunu düzgün qavramağın, sənin növbəti artıq mövzuları dərk etməndə daha da sənin üçün rahat olacaq. Aydındırmı? Yəni burada görürsünüz, neyir? Artıq uşağın növbəti mərhələsini hətta indidən formalaşdırır, yəni uşaqda. Ona görə də biz yenə də deyirəm ki, əks əlaqə, doğru düzgün əks əlaqə qurarkən mütləq bizim bu 3 verdiyimiz rəydən hansını daha çox seçəcəyimizə mütləq diqqət yetirməliyik və təbii ki, sonda da yenə qeyd etdiyim kimi destruktivin və yaxud da konstruktiv əks əlaqənin hansı nəticələrə köklənəcəyi artıq, məsələn, inam və əməkdaşlıq mühiti yaradır. Təbii ki. Çünki uşağı daha da inam hissini formalaşdıran, uşağın şəxsi sosial məsuliyyətini artıran bir, belə deyək də, rəy
düzgün əks əlaqə uşağın əməkdaşlığını da artırar, uşağı asosiallıqdan çıxarıb sosiallığa da yəni bərqərar edər. Ona görə də konstruktiv. Amma burada görürsünüz ki, uşağı özünü tərk etmə, özünü müdafiə təhrik edir. Uşaq təklənir elə bir sanki. Bilmir ki, özünü müdafiə eləsin, öz fikirlərini desin, özünü necə çatdırsın, sübut eləsin müəllimin qarşısında. Yəni bir təklənmiş qalır. Destruktiv, yəni dağıdıcı bir rəy olmuş olur da. Ona görə də yəni müəllimlər bu mütləq bugün çox rahatdır. İndi birazdan testlərini də paylaşanda özünüz çox rahat şəkildə hətta situativ formada vermişəm testləri. Qəbulda birəbir qarşınızda eyni ilə düşəcək formada sırf MİQ çərçivəsi, yəni formatında yəni yazmışam testləri də. Sual varmı? Ay müəllimə, mənim var sualım. Rəsmi Müəllimə, mən o sizdə dediyiniz o başa düşmədim. Müəllimə, səsiniz qırıq-qırıq gəlir, üzr istəyirəm. Təkrar deyin. Bəli. Eşidirəm müəllimə, buyurun. Üzr istəyirəm, mənim səsim sizə necə gəlir müəllimlər? Müəllimə, yaxşı gəlir. O xanım deyirdi ki, əks əlaqəni başa düşmədim deyir. Nə olan şeydir o? Anlamadım deyir. Onu sual verirdi. Əks əlaqə bugün bizim uşaqla belə deyək də tərbiyəçi və uşaq arasında quracağımız düzgün davranış modelidir müəllimlər. Axı mən dərsi bayaqdan izah elədim, hər birini yəni tərifinə qədər dedim. Bilmirəm, indi mən müəllimə gec qoşuldu, sonradan qoşuldu. Yəni mən burada dedim axı, uşağın ən azından atdığı davranış, yəni davranışın nəticəsi haqqında, məsəl üçün biz bugün onu neyinirik və yaxud da etdiyi tapşırıqla bağlı, göstərdiyi fəaliyyətlə bağlı biz bugün o uşağa artıq bir rəy veririk. Uşaqla doğru əks əlaqə ilə rəy vermə deməkdir, yəni. Çünki əks əlaqə nədir? Əlaqə. Müəllimlə uşaq arasında əlaqə. Lap olsun valideynlə uşaq arasında əlaqə. Yəni bugün bizim onlarla doğru düzgün əlaqə qurmağımız edilən hərəkətə qarşı, davranışa qarşı biz tərəfdən verilən bir informasiya, bir rəy. Aydındırmı? Bax, bu da əks əlaqə. Buyurun. Salam müəllimə, mən onu izah edə bilərəm o müəlliməyə. İzah elədim zaten. Buyurun, əlavəniz varsa buyurun. Van müəllim, əks əlaqə odur ki, uşaq özünü dəyərləndirirsə, bu əks əlaqələndirilməsidir. Əks əlaqə iki cür olur. Biri var dekonstruktiv, bir də var konstruktiv. Konstruktiv rəy gələcəyə doğru yönələndir. Dekonstruktiv isə elə bil ki, onu geriyə qoyur. Uşağa biz deyirik ki, əgər o bir şey dağıdırsa, ona biz deyə bilərik ki, məsəl üçün, Ayşəm, bunu eləmişsən, bir də eləməginən. Amma əgər biz ona desək ki, sən həmişə dağıdırsan, tökürsən, belə olmaz axı, onda o uşağı arxada qoyur, gələcəyə yönəlik olmur. Amma konstruktiv rəy verəndə uşağı biz elə bir gələcəyə aparırıq da, ona güc veririk, qüvvət veririk, onu qiymətləndiririk. Bax, əks əlaqə bu deməkdir. Ay, sağ olun, bəli. Tam gözəl, yəni həqiqətən də bir mənalı çox düzgün vurğuladınız. Təşəkkür eləyirəm. Kəmal müəllimə bu bunların hamısını izah etdi də, olduğu kimi də siz dediniz həmin şeyləri. Ola bilər, yəni müəllimə gec qoşulub. Yəni müəllimə çox gözəl izah etdi. Kəmal müəllimə çox gözəl izah etdiniz. Həqiqətən də təşəkkür edirəm. Təşəkkür eləyirəm. Mən kaydı göndərəcəm. Gec qoşulan müəllimlər, ümumiyyətlə əks əlaqəni heç cür anlaya bilməyən müəllimlər təkrar yeni izaha var. İndi testi ilə rahat anlayacaqsınız ki, istəyirəm bir 10 dəqiqəlik sorğu-sual edin, sonra testə keçin müəllimlər. Vaxt etmək istəmirəm, biraz danışdırım sizləri. Görüm dərslər ümumiyyətlə necə gedir, yəni necə oxuyursunuz, necə çalışırsınız. Zəhmət olmasa başlayaq elə müəllimlərimiz əl qaldırdı. Elə Gülxar müəllimə sizdən başlayım bu dəfə. Salam müəllimə, axşamınız xeyir olsun. Axşamınız xeyir olsun. Buyurun müəllimə. Müəllimə, siz keçən dərsimizdə olmusunuz. İndi bilmirəm, sona müəllimə də yəni səsim gəlir də sizə. Burada görüntüm, ona görə soruşuram. Aha. Necə dəqiqə?
internetim gitti. Aha. Bax, keçən dəfə Sona müəllimə çox gözəl, yəni şəkildə izah Bəli. elədi tərbiyəçinin bacarıqları, peşə bacarıqları. Məsələn, siz mənə deyin görüm tərbiyəçinin bacarıqları haqqında məlumat verin qısa. Müəllimə, tərbiyəçinin 4 peşə bacarığı var. Bunlar konstruktiv bacarıq, təşkilatçılıq, gnostik, bir də ki, kommunikativ bacarıqdır. Aha. Bunlar Bəli. qısa olaraq müəllim uşaqların məqsədini əvvəlcədən planlaşdırmış olur. Mövzunu uşağın yaş səviyyəsinə verir. Sonra aradan saldıra bilir. Sonra burada maddi texniki bazanı möhkəmləndirir. Sonra kommunikativ bacarıq var. Kommunikativ bacarıq odur ki, yəni ünsiyyət mənasını verir. Tərbiyəçi müəllimin uşaqla, sonra iş yoldaşları ilə bağçada, sonra valideynlərlə ünsiyyətidir. Uşaqların qəlbində mehriban olmalıdır da, yəni ünsiyyətdə. Sonra gnostik bacarıq var. Şimdi mən belə bir sual verim, çox üzr istəyirəm. Ümumiyyətlə bizim müəllim təşkilatçılıq bacarığını necə çatdırsın? Biz necə bilək ki, məsəl üçün testlərdə təşkilatçılıq bacarığıdır? Nələrdir açar sözlər? Açar sözlər müəllim ictimai cəmiyyətdə təşkilatlıq tədbirlər təşkil edir, uşaqları orada cəlb eləyir. Nəzərdən çevirərik ki, yəni bu təşkilatçılıq bacarıqda tədbirlərdə ictimai tədbir etmək müəllim təşkilatçılıq bacarığına aid olur. İctimai tədbiri təşkil eləyir müəllim. Xeyr müəllimə, uşaqların yaş səviyyələrinə uyğun məsələn uşaqlarda müəyyən işlər tərtib edir. Yəni məsələn tərbiyəçi müəllim uşaqlar Yaxşı, uşaqları başqa hansı fəaliyyətlərə cəlb edir ki, biz onu təşkilatçılıq bacarığı deyək bugün? uşaqlar Aha. Bəli. Kurulmakta, müəllim təşkilatçılıq. eşidirsiniz məni? Səsləri bağlayın. Gələcəm. Gülxar müəllimə fikrim tamamlasın. Çox üzr istəyirəm. Səsləri Müəllim bağlayın. internetin keçmişdi. Müəllim təşkilatçılıq bacarıqda uşaqların asudə vaxtını düzgün təşkil edir. Sonra dərsin vaxtını düzgün bölür. Sonra uşaqları tədbirlərə, ictimai tədbirlərə cəlb eləyir. Ay, sağ ol. Aha. Aiddir. Ay, sağ olun. Əsas da mütləq uşaqların belə deyək, gün rejimi tələbi çox vacibdir. Gün rejimini mütləq vurğuluyursunuz. Asudə vaxtın təşkilinə qədər hər biri də, yəni gün rejimində nə görmüşük, nə keçmişik, nə biliriksə, onlar hamısı müəllimin təşkilatçılıq bacarığıdır. Bir də uşaqlarda əsas növbətçilik bacarığını formalaşdırmaq ki, artıq növbə anlayışını anlamalıdır. Bu da müəllimin doğru düzgün təşkilatçılıq bacarığından irəli gəlir. Yaxşı, son olaraq konstruktiv bacarıqdan məsələn açar sözləri deyin mənə. Konstruktiv bacarıq. Yaxşı, siz bilmədiniz, digər müəlliməyə keçin. Vaxtımız azdır, üzr istəyirəm. Sizə uyğun olaraq bazanın möhkəmləndirilməsi. Ay, sağ olun. Aha. Gedir, gəlir, çox üzr istəyirəm. Davam eləsin Natəvan müəllimə. Konstruktiv bacarığı açar sözlərlə. Bəli, mən eşidirəm sizə. Konstruktiv bacarığı müəllimə. Bizə deyin görək, bugün biz necə bilək müəllimin konstruktiv bacarığını testlərdə seçin? Vay baş oldu. Bəli. Meryem dedim ben ceza kes. Səslər bağlayın müəllimlər. Bu hansı müəllimlə gəlir? Səslər qarışdı bir-birinə. Leyla müəllimə, bağlayın səhvinizi. Hansı müəllimədir? Buradan siz deyin. Aleyküm salam. Müəllim, Leyla müəllimə. müəllim bacarıqları çox. Biri var təşkilatçılıq qabiliyyəti, biri var didaktik qabiliyyət, biri var perspektiv qabiliyyət, bir kommunikativ qabiliyyət. Sonra müəllim sugestiv qabiliyyəti var. Ondan sonra bir də tədqiqatçılıq qabiliyyəti var. Bir də elmi idraki qabiliyyət var. Mən təşkilatçılıq qabiliyyəti elə bir ki, siz dediniz da əsas gün rejimini düzgün bölürsə, öz işini düzgün planlaşdırırsa, Konstruktiv bacarığı deyin mənə zəhmət olmasa. Deyilənləri təkrarlamayaq, deyilib olar. yəni konstruktiv bacarıq müəllimin elə bir ki, bilik səviyyəsidir da müəllim. Bəli.
Məsələn, müəllimin bugün tutalım ki, planlı olması, dəftərli olması, müəllimin müşahidəçilik bacarığı deyirəmsə, hər bir uşağı müşahidə edərək yazması, əvvəlcədən uşaqda səhvləri görə bilmək bacarığı, problem həll etmə səriştəsi hansı bacarıqdır? Müəllimin bu nəticə yönümlü olmasıdır, nəticə yönümlü bir müəllim olmasıdır. Bəli, hansı Əvvəl işin nəticə? planını, Aha, əvvəl işin planını görür da. ha. Bəli, bərabərlik konstruktiv bacarığı da olar. Yəni bu konstruktiv bacarığıdır. Bəli, bəli, mən onu demək istəyirəm, görüm həm nəticə yönümlülüylə əlaqələndiririk bacarığı eyni zamanda. Həm də müəllimin belə deyə planlı, tədbirli olması yaxşı. Bir də mütləq problem həll etmə səriştəsi, mütləq gətirin qoyun. Bir də müəllimin inkişaf layihəsini hazırlaması yaxşı. Təşəkkür edirəm Nativan müəllimə, vaxtımız azdır. Əl qaldıran digər müəllimlərdən kimlər əl işarəsi qaldırıb həmin müəllimlərin adını çəkirəm. Demək, Sevda Bədəlova müəlliməmiz. Sevda müəllimə, siz bizə psixi proseslər haqqında qısa məlumat verin. Hansı psixi proseslər var? Müəlliməmiz buradadır, Sevda müəllimə. Sevda Bədəlova müəllimə, eşidirsiniz məni? Yaxşı, Həbibə müəllimə. Həbibə Şükürova. Müəllimə işləmsin. Axşamınız xeyir olsun. Müəllimə. Aha, iştirak edirsiniz bu sualda. Sorğu-sualda iştirak edirəm, ancaq bayaq verdiyiniz deyəsən psixi prosesləri idi. Psixi proseslər Proseslər soruşuram indi də psixi proseslər. Olmusunuz keçən dəfə dərsimizdə? yox, o dərsdə olmamışam. Çox üzr istəyirəm. Yox, kommunikativ bacarığı zəhmət olmasın. Kommunikativ bacarıqlar, yəni tərbiyəçinin valideynlərlə ümumiyyətlə necə deyim, əlaqə qurma bacarıqları nəzərdə tutulur. Mənə elə gəlir ki, burada həm necə deyim, iş yoldaşları ilə, həm uşaqlarla, həm də ki, valideynlərlə münasibəti nəzərdə tutulur. Yəni ünsiyyət bacarığı, uşaqların qəlbinə yol tapması, onlarla Ünsiyyət, sonra onlarla düzgün münasibətin qurulması, həmkarlarla ünsiyyətin qurulması bu nəzərdə tutulur. Mənə belə gəlir ki, kommunikativ bacarıqlar bu deməkdir. Ünsiyyət deməkdir. məsəl üçün etik davranış prinsiplərindən hansını gətirib qoyarsınız yerinə? Düz, biraz şeydən haşiyə tutdum, üzürlü sayın. Dedim, görüm bilirsiniz. Başa düşdüm. Yəni mədəni davranış qaydaları belə başa düşdüm ki, uyğundur. Ona daha çox uyğundur. Təşəkkür edirəm. Təşəkkür edirəm. Buyurun, çox sağ olun. Təşəkkür edirəm. Sürayya müəllimə, mən sizi danışdırdım, Sürayya müəllimə, bilmədim. Xeyir müəllimə, axşamınız xeyir olsun. Sürayya müəllimə, gnostik bacarıq, sonra qabiliyyətlər. Aha. Bəli. Gnostik bacarıq ən öndə gələn bacarıqlardan biridir müəllimə. Müəllimənin əsasən psixoloji, pedaqoji öz ixtisası ilə bağlı daha dərindən müasir yeniliklərlə bağlı olan bütün deməli proseslərdən xəbərdar olur və tədqiqatlar vasitəsilə istifadə edir. İki cürdür. Diaqnostik və kreativlik. Diaqnostik odur ki, yəni ilk dəfə olaraq müəllimə öz fəaliyyətində nə isə irəli sürüb bir təklifmi ya bir layihəmi, kreativlik isə o isə müəllimənin özünün yaradıcılığı, şəxsi təxəyyülü ilə, yaradıcılığı ilə bağlıdır. Bəli. Sağ olun. Əsasən idraki bacarıq, gnostik idrak deməkdir. İdraki bacarıqlarının daha çox müəllimənin üzə çıxarılması Hansı qabiliyyəti. qabiliyyətlə verək? Gnostik bacarığı. Hansı qabiliyyətə verək? Hansı qabiliyyətimizlə məsəl üçün bir verək? Müəllimə, didaktiklə versək daha yaxşıdır. Yox. Niyə? Düzdür, didaktik də idrakda öyrədicidir. Amma biz axı bugün nəzəriyyədən danışırıq. Biz bugün nəzəriyyəni, psixologiyanı bilmək, müəllimin onu belə deyək, konfranslarda onun əlbəttə elmi idraki yox, elmi idraki verməlisiniz. Elmi Yəni perseptiv qabiliyyət olar, perseptiv qabiliyyət. Elmi idraki, bəli. Çünki burada pedaqoji situasiya ilə bağlı proseslərin dərk olunmasıdır ona görə. Çünki mən burada bir növ elm güşəsi insanın belə deyim də rahat yolun deyim ki, konkret olaraq nədir? Tədqiqatçılıq.
eksperiment aparmaq, təcrübə aparmaq, həmin o təcrübələrə əsasən ümumiləşdirmək, analiz aparmaq, aydındırmı? Və öz peşənizi yaradıcı şəkildə bugün istifadə eləyin də. Yəni yaradıcılığınız olmasa, məsələn, bugün bu təlimdəsiz tutalım ki, elə təkcə dərk etməyin də bu təlimi. Ona bir növ yaradıcılıq qatın, özünüzü inkişaf elətdirin. Yəni. Fəaliyyətimizi qatmalıyız. Bəli, ki, biz ona öz işimizdə necə tətbiq edirik ona görə. Məsələn, biz hal-hazırda təlimlərə qoşuluruqsa, biz də qnostik bacarığa artıq bəli, qabiliyyətin yiyələnmiş tərbiyəçilərdən sayıla bilərik. Çünki həm diaqnostik, həm kreativliyinizi inkişaf edir, doğru. Bəli. Təşəkkür edirəm. Sağ olun. Təşəkkür edirəm. Afiqə müəllimə. Salam müəllimə. Salam müəllimə, axşamınız xeyir. Afiqə müəllimə, siz mənə psixi proseslərdən sual versəm olarmı? Çünki bacarıq qabiliyyət yetərincə danışdıq. Buyur müəllimə, yadımda qaldı. Yaxşı, siz nə diqqət psixi prosesi haqqında məlumat verin, zəhmət olmasa, amma əsas açar sözlərlə. Diqqət, əsasən diqqətdir burada. Diqqət, nə təlim? Mənim sual bir də deyin də. Yəni, bax, bugün psixi prosesləri sadalayın mənə, hansı psixi prosesləri? Diqqət, hafizə, təfəkkür, təxəyyül. Diqqət verirsə, əsasən, məsələn, biz puzzle oynadırıq uşaqlardan. Uşaq orada məsələn, diqqətlə bunu quraşdırırsa, burada diqqəti inkişaf elətdirir də. Sonra, məsələn, idraki proseslərdə əsasən diqqət, belə deyək də, riyazi olanlarda diqqət daha çox Didaktik materiallarda bugün daha çox, öyrədici materiallarda diqqət psixi prosesdir və biz məşğələnin birinci mərhələsini diqqətlə başlayırıq. Bəli, əsasən motivasiya, diqqət haydır. Diqqəti cəlb etmək heç də asan başa gələn bir proses deyil də, bilirsiniz ki, indiki uşaqlarla da ələxsus. Ona görə də, yəni diqqətdə daha çox hansı Bakonun hansı öyrənmə tərzini qoyarıq? Vizuallar. Əlbəttə, vizuallıq, doğrudur. Doğrudur, vizuallıqdır. Yaxşı, üzr istəyirəm, təşəkkür edirəm. Son olaraq bir müəllimi də bir də mən sorğu-sual edeyim, testləri paylaşacağım. Rəvan İsmailov adlı profil müəllim. Təşəkkür edirəm, Afiqə müəllim. Sağ olun, sağ olun. Vaxtımız məhduddur, üzrlü say müəllimlə çox istəyərdim geniş sorğu-sual edeyim. Axşamınız xeyir müəllimə. Siz mənə hafizə psixi prosesinin özəlliyi haqqında deyin. Hafizə psixi proses burada yaddaşdır. Uşağın hər hansı bir şeyi, müəllimənin keçdiyi hər hansı bir şeyi yadında saxlaması, qavraması kimi belə başa düşürük. Ay sağ olun. Yaxşı, qavrama, psixi proses qavrayış da var. Yaxşı, indi hafizəni biz necə fərqləndirək digərlərindən? Hafizə yadında qalanıdır, yadına salmaq, xatırlamaqdır. Onu uşağın hər hansı bir keçir və artıq bu uşağın yaddaşındadır. Ay sağ olun. Deməli, əvvəldən informasiya var. Əvvəldən uşaq nəyisə dərk edib, düzdürmü? Ona görə də, yəni biz uşağa bugün situasiyanı verəndə, məsəl üçün, xatırlama var ki, hafizədə xatırlamaq var. Ay sağ olun. Ona görə də daha çox qulaq eşitməlidir, düzdür? Audial. Vizualdırsa hafizə audialdır. Deyirlər, siz də görə audial götürürük biz. Çünki burada uşaq qulağı ilə eşidir də, qulağı ilə eşidir və yadında onu saxlayır, yaddaşında onu saxlayır. Əsas eşitmə rol oynayır. Ay sağ olun. Deməli, burada daha çox diqqətlə gözdürsə, hafizədə qulaqdır. Bir də daha çox məşğələnin hansı mərhələsində biz veririk? Məşğələni tətbiq etmə, dərk etmə mərhələsində müəllimə keçir, məşğələni dərk etdirir uşağa. Yox. Ay müəllimə, motivasiya mərhələsində. Reallaşdırmada. Diqqət veririk, üzr istəyirəm müəllimlər, motivasiyada diqqət veririk biz. Hafizəni hansı mərhələdə veririk? Biz artıq aktuallaşmanın tərifini deyin mənə. Aktuallaşma əvvələ yönəlmək, keçdiyi hər hansı bir xatırlamaq, keçdiklərini xatırlamaq. Gözünün qabağına bir növ vizuallar gəlir canlı, amma beynim xatırlayır. Yada salıram ki, mən artıq müəlliməyə deyə bilirəm bugün problem qoyulanda ki,
Bilirdim. Məsəl üçün mən də bilirdim. Aha. Ona görə də artıq dəhşət məndən. Xoşdur müəllimə, mən təşəkkür edirəm. Doğrudur müəllimə. Çünki bir-birimizi eşidə bilmirik. Digər müəllimə nə demək istəyir, o mənə çatmır. Həm setki edir, gəlir, o bir tərəfdən problemimizdir. Həm də çox xahiş edirəm, yəni qarşılıqlı anlayışla, yəni bir-birimizi dinləyək. Və müəllimə, siz fikrinizi tamamlayın, zəhmət olmasa. Müəllimə, mən o dərk etməni, tətbiq etmə o cür eşitmək mənasında götürdüm. Amma indi siz anlatandan sonra başa düşdüm ki, çünki aktuallaşdırmada biz uca yada salmaya gedirik. Keçmiş biliklərə yönəldiyimizə görə burada uca aktuallaşdırma. Köhnə biliyi aktivləşdirmə. Açıq söz olaraq qeyd edeyim bunu müəllimlər. Həm aktuallaşdırmanın açıq sözüdür, həm də hafizə olaraq, yəni hafizə proses olaraq. Təşəkkür edirəm müəllimlər. Mən artıq testi ekrana gətirmək istəyirəm. Bizim yəni bugünkü PDF-imizin belə deyək də dərsimizin ekran gəlsin, zəhmət olmasa bir-bir, hər kəs bir-bir, heç olmasa bir 10 testin öhdəsindən gələk. Necə dəqiqə ekran gələndə mənə bildirərsiniz, zəhmət olmasa. Aha. Baxın müəllimlər, ekran gəldimi? Yox müəllimə, görsənmir. Gəlməlidir, yəqin setlə. İndi gəlməyiz. Gəldi. Gəldi. Aha, tam gəldi hər kəsə müəllimlər. Gəldi. Xain olun, başlayaq. Deməli, bir-bir müəllimlər, zəhmət olmasa, mən artıq keçid alacaq PDF-yə görüm, bir-bir başlayaq. Sual-cavabda iştirak edən müəllimlər çıxmaq şərti ilə digər müəllimlər aktiv, zəhmət olmasa başlayaq. Sual-cavabda iştirak etməyən müəllimlər, zəhmət olmasa... Mən iştirak etməm. Müəllimə, mən də iştirak etməmişəm. Başlayaq, yaxşı, bir-bir. Zəhmət olmasa səsləri bağlayın, bir-bir. Buyurun müəllimə, birinci test. Məktəbə qədər yaş dövründə rəy vermə zamanı ən vacib prinsip hansıdır? Uşaq şəxsiyyətini qorumaq. Uşağın şəxsiyyətini qorumaq. Nəyə görə? İzah verin. Çünki rəy yəni uşağa yönəlik olmamalıdır. Uşağın necə deyim, biliklərinə yönəlik olmalıdır, şəxsiyyətinə yönəlik olmamalıdır. Yəni biz rəydə uşağın şəxsiyyətinə toxunmamalıyıq. Konstruktiv rəy olmalıdır, gələcəyə yönəlik olmalıdır. Spesifik olmalıdır rəy. Spesifik, bəli. Əsasda spesifik rəy olmalıdır. Mütləq keçmişə yönəlik olmamalıdır. Bunu da qeyd edək. Təşəkkür edirəm müəllimə. Digər müəllimlər. Ada baxmıram. Mən oxuyum. Buyurun. Buyurun. Məktəbə qədər təhsildə konstruktiv rəy verilməsi nəyi formalaşdırır? Burada uşağın özünə inamı, müsbət davranışı formalaşdırır. Çünki qurucudur konstruktiv rəy onun üçün. Məsələn, rəqabət formalaşdırsa nə olardı? Destruktiv rəydə ola bilərdi, dağıdıcı ola bilərdi. Yönümlüdür, yadınızda qalsın. Rəqabət bayaq da izahda dedim ki, uşaqlara müqayisə, bir-birinə müqayisə bir şəkildə qiymətləndirmə verməyin, ayrı seçkilik eləməyin. Rəqabət yaranır uşaqlar arasında, o ego yönümlü olur. Təşəkkür edirəm. Burada özünə inam da müsbət davranışdır. Çünki konstruktiv müsbətdir zaten. Uşağın inamlı gələcəyini gözləntisi, müsbət gözlənti. Təşəkkür edirəm. Üçüncü test. Olar cavab verim. Salam axşamınız xeyir, buyurun. Konstruktiv rəyin uşaqda yaratdığı əsas nəticə hansıdır? Təbii ki, uşaq... Müəllimə, üzr istəyirəm. 3. Mən də üzr istəyirəm. Konstruktiv rəyin əsas məqsədi nədir? Təbii ki, uşağın inkişafına dəstək olmaqdır burada. Düz dedim də? Bir dəqiqə baxaq, diqqətlə baxın. Hansı variant dediniz? Dəstək olmaq. Bəli,
Doğrudur. Çünki o birilər uşağın səhvini üzə vurmaq bu o biridir. Uşağı müqayisə etmək olmaz. Dedik axı motivasiya, yəni müqayisə etmək olmaz. Motivasiya verdikdə uşağı müqayisə etmək olmaz. Düz dedik. Deyil. Müqayisə edərək. Müqayisə etməli, bəli, bəli. Uşağı tənqid edərək, bu da ki, əsla olmaz. Uşağı, heç bir uşağı tənqid etmək olmaz. Təşəkkür edirəm müəllimə. Minnətdaram. Oxuyun müəllim. Müəllimə olar oxuyun. Bir, xahiş edirəm. Bir. Oxuyun. Ad görmürəm bir çəkən. Zəhmət olmasa anlayışlı olağın. Bir. Konstruktiv rəyin uşaqda yaratdığı əsas nəticə hansıdır? Bildiyimiz kimi konstruktiv rəy gələcəyə yönəlmiş rəydir. Uşağın inkişafını dəstəkləmək və müsbətə köklənmək. Mən D variantını fikir bildirirəm. Təşəkkür edirəm. Doğrudur. Çox sağ olun. Siz sağ olun. Oxuyun həm müəllimlər. Bayaq deyən müəllimlər. Buyurun. Oxuyun müəllimə. Oxuyun. Müəllim olar oxuyun. Aşağıdakılardan hansı destruktiv rəyə nümunədir? A variantı. Biraz səylə çalışaraq daha yaxşısını edə bilərsən. Bu deyil. Başqa uşaqlar səndən yaxşı çalışır. Artıq budur. Çünki burada gözlənməyib də konstruktiv rəy. Bu fəaliyyət çox gözəl cəhd etdin. Bu fəaliyyətə çəkdiyin rəsmdə rəng seçimin maraqlıdır. Bu da doğrudur. Səhv variant müəlliməm. B variantı. Birisiz destruktiv rəy deyir də müəllimə. Bəli. Burada nə? Başqa uşaqlar səndən yaxşı çalışır. Sən geridə qalmısan da, sən eləyə bilmirsən, başqaları səndən yaxşı aktivdir. Doğrudur. B variantı. Digər müəllimə. Təşəkkür edirəm. 6-cı test. Oxuyun müəllimə. Oxuyun. Uşağın çəkdiyi rəsmi müəllim bəyənmədikdə konstruktiv rəyi necə olmalıdır? Çəkdiyin A variantı, çəkdiyin heç bu rəsmə bənzəmir, düzgün etməməlisən, bu düz deyil. Biraz dəyişiklik etsən daha gözəl olar. Sən bunu heç vaxt bacara bilməzsən. Mən bu işi sənin yerinə edə bilərəm. Burada müəllimə biraz dəyişiklik etsən daha gözəl olar. B variantı. Çünki niyə? Burada motivasiya verdi, yol göstərdi, başa saldı ki, yəni get özün uşağı ruhdan salmadı. Daha da mükəmməliyyətlə də doğru, yəni müsbətə doğru aparır. Müsbətə doğru, gələcəyə doğru. Təşəkkür edirəm. Digər müəllimə getdi. Burada bunu oxuyaq, sonra axırını verəcəm. Axırı situasiyanı da oxuyaq, bitirək. Destruktiv rəyin uşağa təsiri hansıdır? Özünə inamı azaldır, yaradıcılığı gücləndirir, motivasiyanı artırır, problem həll etmə bacarığını artırır. Müəllimə, mən burada A variantını seçirəm, özünə inamı azaldır. Təşəkkür edirəm. Təbii ki, çünki biz inamsızlıq yaradır, uşağı tüm fəaliyyətdən salır, destruktiv dağıdıcı rəydir. Müəllimlər, bu hissələr çox rahatdır. Testi göndərəcəm, özünüz işləyəcəksiniz. Gəlin, baxağın 25 dənəli testi. Baxağın zəhmət olmasa, bax buradan, belə deyəkdən, situasiyalara. Situasiyaları bir dənə oxuyağın, buradan 15-dən oxuyun, müəllimə oxuyun. Olar. Tamam müəllim. 15-ci testə baxın diqqətlə, hər kəs fikrini bildirsin. Yazılı şəkildə mən izah verəcəm, tam sakitçilik olsun. Buradan yazın, görəcəm cavablarınızı. Uşaq oyun zamanı digər uşaqlarla paylaşılır. Müəllim deyir, sən həmişə hamını qabaqlayırsan. Ona görə də digər uşaqlar səninlə oynamaq istəmirlər. Müəllim burada hansı rəyi formalaşdırmış olur? Verilmiş rəy ümumiyyətlə hansı təsiri göstərir? Uşağın egosunu gücləndirir, konstruktiv tənqidi rəydir, uşağı incidə bilər və ego yönümlü olur, davranışın müsbət tərəfini vurğulayır. Cavabınız? Doğrudur. Doğrudur. İndi gəlin izah verim nəyə görə müəllimlər. Burada biz nəyə görə bugün C variantı götürük? Çünki artıq burada müəllim gedişatda müşahidə edir ki, uşaq digər uşaqlarla paylaşımı yoxdur. Və artıq sən, yəni həmin uşağı tutan əli, sən həmişə hamını qabaqlayırsan və qabaqladığın üçün də digər uşaqlar da səninlə oynamaq, artıq əlinin burada
belə deyək də, uşaqları incitməsi, uşaqlarla oyun, belə deyək, əşya paylaşımı etməməsinə görə artıq uşağı incidə bilər və neyini uşağın üzərinə kökləndiyi üçün ego yönümlü olur. Aydındırmı? Artıq burada Əli, məsəl üçün deyirəm də, uşağın adını deyirəm ki, sırf Əliyə kökləndim. Aydındır? Yəni bu bir növ uşağı bəli incidə bilər, çünki sən eləyirsən. Sən elədiyinə görə də digər uşaqlar səninlə oynamaq istəmirlər. 16-ya baxaq. 16 rahatdır zaten. 16-cı test. Uşağın egosuna toxunmadan davranışında dəyişikliklər etmək istəyirsiniz. Egosuna toxunmadan davranışa dəyişiklik etmək, uşaqdakı hansısa gedişatı dəyişmək, hansı rəyə uyğun gələr müəllimlər? Yaxşı mənada dəyişmək. Egosu varsa zaten, deməli burada mənfilik var ki, mən onun davranışını dəyişmək istəyirəm. Nəyə doğru dəyişəcəm? Müsbətə doğru dəyişəcəm də. Yəni əksəriyyətiniz burada egonu görüb ego yönümlü götürürsünüz, amma burada doğru variant konstruktivdir. Axı mən dedim çünki zaten uşaq egoludur. Uşaqda egoluq var. Yəni mən onun bu, belə deyək də, onu incitmədən, ona toxunmadan davranışda dəyişik etmək istəyirəmsə, birbaşa olaraq konstruktiv rəyimi vermiş olacağım. Aydındır? Aha. Deməli, 17 çox rahatdır müəllimlər. Bir dənə 19-a baxın. 19. 19-cu testə baxırıq. Aha. Variant yazın, izah verin. Aha, hər kəs A variantı deyil. Bir uşaq digər uşağın oyuncağını götürüb vermək istəmir. Buna görə müəllim nə deyir? Həmişə hamını özünə görə idarə etməyə çalışırsan, lakin bu doğru hərəkət deyil. Aha, nə götürdünüz? A variantı ego yönümlü və destruktivdir. Təbii ki, nəyə görə? Çünki artıq həmin uşağın yenə oyuncaq paylaşmadığını görür və yenə də ki, yenə də sən hamını idarə etməyə çalışırsan. Yenə sən hakim mövqedəsən, özünü mən mərkəzləşdirmisən. Ona görə də ego yönümlüdür və bu doğru hərəkət deyil, təbii ki, destruktivdir. Ego yönümlü və destruktiv. Daha sonra 21-ə də baxaq müəllimlər. Sonuncu testimizdir. Evə verirəm. 21. Aha, 21. Aha. Cavablar. Deməli, mən izah verirəm artıq 21-ci testdə. Aha, yazdınız artıq. 2 dəqiqə. 21-də müəllim ASF səhvli uşaqları yola sala zaman digər valideynlərin yanında bildirir. Deməli, artıq digərlərinin yanında həmin uşağın səhvini deməsi, müəllimin, belə deyək də, uşağa bildirdiyi bu cür rəy, uşaqda hansı problemləri yaradar sizcə? Uşağı daha həvəsli olub özünü sübut etməyə çalışır. Aha, nəyə görə məsələn C variantı olmaz? Tutalım müəllimlər. Kim buna izah verər mənə səsli şəkildə rahat? Olar müəllimə. Buyurun. Ona görə ki, orada müəllimə digər uşaqların yanında, yəni uşağın səhvini deməklə həmin uşağı utandırır. O zaman onda necə deyim, belə ictimaiyyət, sosial mühit arasında narahatlıq yaranır. Özünü çox pis hiss eləyir, yəni müəllimin onu tənqid etmir. Ay, sağ olun. Yəni burada ona görə də bu cürə uşaqda hansıya problemlər yarar? Əlbəttə ki, uşaq utanacaq və sosial narahatlığı artacaq. Ona görə də burada doğru variant daha C variantı. C variantı. Bəli. Təşəkkür edirəm müəllimə. Demək, 25 dənəlik bu testi, 25 dənəlik bu testi inşallah işləyirsiniz hər biriniz. İndi dərs bitən kimi
İnşallah ki hər birini göndərəcəm. Yəni həm dərsin izahını, PDF-sini, həm də testlərini. Aha. Sualınız varmı müəllimlər? Dərsi yekunlaşdırmaq istəyirəm. Buyurun. Çox sağ olun Kəmal müəllim. Nə qaranlıq Çox qaldı, gözəl nə sözünüz varsa buyurun. minnətdaram. Sağ olun müəllimə, təşəkkür edirik. Mən sizə Çox sağ təşəkkür edirəm müəllimlər. Allah Çox razı sağ olsun. olun, Təşəkkür edirəm. İnşallah növbəti dərsin 5-ci günü Sağ həmkarım olun müəllimə. Allah canınızı sağ eləsin qadan alım. Çox sağ olun. Sağ ol. Sağ ol. eləməsin, qada Diqqətli görməyəsin. izahınız üçün minnətdaram. Həqiqətən minnətdarıq. Mən sizə təşəkkür edirəm. Var olasınız. Yəni öyrədə bildimsə, nələrsə qazandıqsa nə xoş mənə yəni. Çox gözəl aydın başa salırsınız. Vallahi, Prosta vallahi mən gec sağ olun. düşürdüm, bilmədim. Çox sağ olun. Rahat. Bir nə vaxtı bu dərsimiz? Bir də həftənin 5-ci günü olacaq. Müəllimə öncədən sadə qrupda qeyd edəcək. Yaxşımı? Oldu qadanım. Çox sağ olun əmin. Allah canınızı sağ olsun. Var olasınız müəllimlər. Siz sağ olun. Çox sağ ol müəllimə. Çox sağ olun.